Salam, digər mövzunun davamı kimi, digər videonun davamı kimi hələ də cümlə qurmaqla davam edirik. Deməli, əgər biz deyiriksə ki, otaqdakı əşyalar yenidir, düzdürmü? Otaqdakı əşyalar yenidir. Cümlə çox sadədir, özümüzü çətinə salmırıq. İlk öncə nə haqqında danışırıq? Bir qoyub onu yazırıq ki, biz otaqdakı əşyalardan danışırıq. 2 qoyub yazırıq ki, bəs bizim məlumatımız yeni sözüdür. New. İndi mən demək istəyirəm ki, otaqdakı əşyalar yeni olmağını bildirmək istəyirəm. Bunun üçün isə dırdir bizə bunda kömək edəcək. İngilis dilində dırdirdən am, is, arımız var və biz bu zaman ardan istifadə eləyəcəyik, çünki haqqında danışdığımız cəmlədir. Otaqdakı əşyalar dediyimizdə demək, çox üzr istəyirəm yuxarıdakı mesajlar üçün. Belə bir qayda var ingilis dilində. Bax, bizim sözümüz otaqdakı əşyalardır. Gördüyünüz kimi burada otaqdakı sözü məkandır. Əşyalar sözü isə həmin o məkandakı obyektimizdir. Yadda saxlayın. İngilis dilində əsas obyekt əsasdır. Haqqında danışılan obyekt əsasdır. İngilis dilində əgər bir obyekt bir məkanın içərisindədirsə, biz həmin vaxtı o əşyaları gətirib qoyuruq otağın içərisinə. Bu şəkildə olur. Yadda saxlayın. Things in the room. İndi fikirləşin ki, biz müəyyən əşyalardan danışırıq. O zaman the things in the room olacaq. Haqqında danışdığım bitdi. Yenidir demək üçün olmaq yeni. Cümləni birləşdiririk. The things in the room are new. Davam edirik. Məsəl üçün deyirəm ki, kənddəki insanlar səmimidir. Baxıram ki, nə haqqında danışıram? Kənddəki insanlar haqqında danışıram. Kənddəki insanları yazıram bura. Özümüzü heç çətinə salmırıq. Bu qayda ilə davam edirsiniz. Baxın, bu metodu tətbiq edirsiniz. Səmimi. Kənddəki insanlar sözü olacaq. Birinci, insanlar, müəyyən insanlardan söhbət gedirmi? Bəli. The people. Hansı people? In the village. The people in the village. Bitdi mi haqqında danışdım? Səmimi sözü ingilis dilində sincere yazılır. Deməli, biz people in the village olmağımız çatmır. Are sincere. Niyə are-dan istifadə elədim? Olmaq ünsüründən. Kənddəki insanların səmimi olmasından danışırıq. Oldurmaq üçün əmizlərdən istifadə edilir və haqqında danışdığımız cəmlədir. Bu şəkildə olur. Tutalım deyirəm ki, indi bambaşqa bir əlaqəsiz bir cümlə quracağam. Mən evdəki otaqdayım. Bitdi mi burada? Nə haqqında danışırıq? Kim? Mən. Bu zaman aydan istifadə olunacaq. 2 olaraq da evdəki otaq sözündən istifadə olunacaq. Aha, evdəki otaq necə deyilir? The room at the home. Baxın, otaq evin içindədir deyənə bu şəkildə deyirik. Otağı gətirib evin içinə əlavə edirik. Obyekt sonra onun olduğu məkan. İndi bilirsiniz ki, Azərbaycan dilində mən otaqda olmaq olaraq am-əmdən istifadə olunur. İngilis dilində ayda əmdən istifadə olunur. I am dadəsi ilə bərabər. Otaqda deyir axı dadə. İçində in the room. Harda ki? At the home. Bax, bu şəkildə davam eləməlidir. Gəlin deyək ki, şəhərdəki məktəblər yenidir. Necə deyərik sizcə? 1. Nə haqqında danışırıq? Şəhərdəki məktəblərdən. Belə olduqda
məktəbləri gətirib şəhərin içərisinə daxil edirik və yeni olmağını ifadə edirsiniz. Amma məktəblər deyiriksə, məktəblər cəmdə olacaqdır və biz burada are-dan istifadə edəcəyik. The schools in the city are new. Bu şəkildə olur. Haqqında danışılan məlumatı birləşdirən, olduran hissə bu hissədir. Bax belə.